Mən Deniz şair Namaz Muradov adına Günərli Kəndlər Orta Məktəbinin 9-cu sinif şagirdi Əzizə Əliyevayeva. Hamımıza məlumdur ki, vətənimiz zaman-zaman yağı düşmənin hücumuna məruz qalmışdır. Belə ki, erməni və rus əsgərlərinin 31 mart 1918-ci ildə törətdikləri soyqırımda bir çox insanlarımız, soydaşlarımız həlak olmuşdur. 31 mart gecəsi erməni və rus əsgərlərinin Bakıya daxil olaraq küçələrdə, meydanlarda gəzişən insanlarımıza, bacı qardaşlarımıza acımasızca davranmışdır və onların azadlıq arzusundan güllə ateşinə tutmuşdular. Onların yanan ürəklərinə duz basmışdılar. Və mənbələrdə qeyd edilir ki, Bakıda müsəlmanlara qarşı törədilən soyqırımlara, cinayətlərə açıq göstərən sənədlərdə qeyd edilir ki, erməni əsgərləri bu soyqırım üçün təlimdən keçmiş, yaxşı silahlanmış və pulemyotlarla mühafizə olunub hücum edirdilər. Erməni əsgərləri körpələri evlərin alovunun üstünə atıb, qarşına çıxan insanları doğram edib və valideynləri körpələrinin, onların uşaqlarının qarşısında asırdılar. Yeganə günahları vətəni sevmək olan insanlara acımasızca davranırdılar. Erməni və rus əsgərlərinin bu aktiv fəaliyyətində Azərbaycanda olan, Bakıda olan insanlar da özünü müdafiə tədbirləri görməlidir. Lakin onların silahları demək olar ki, kifayət qədər deyildi. Demək olar ki, yox dərəcəsində idi. Azərbaycanda canından keçən, vətəni uğrunda özünü fəda edən şəhidlərimiz paytaxtın ən uzun yerində Dağçıq Parkda dəfn olundu.